Bilirsiniz Sevinç xanım, mən məsələn adi bir nüansı deyim. O sizin efirdəki çıxışına da baxdım. Ondan əvvəlki çıxışa, indi bir yenidən ulduz olub maşallah. Birazdan birazdan artıq şey olacaq. Nə deyək o fenomen olacaq və TikTok filan da çəkər bu kafa ilə. Və hər cümləsində qanunsuzluq var idi. Hər cümləsində qanun pozuntusu var idi və dəhşətlisi odur ki, o danışdığının qanun pozuntusu olduğunu anlamırdı. Təbii hal kimi. Məsələn, burada gəldi dedi ki, mən 3000 adama ev verirəm, bunun əvəzində dövlət mənə imtiyazlar verir, dövlət mənə torpaq verir filan. Baxın, gəlin orta statistik. O torpaq sahəsində məmnun deyildi, dedi ki, elə bir yerdədir ki. İndi bu məmnundur, məmnun deyil, özü bilər. Məsələn, baxın, gəlin bir şey deyim Sevinç xanım. 3000 ev elə Bakıda orta statistik evin qiyməti neçədir? 60-70 mində əgər Bakının harasında olması nasıl olur? Normal, mən sizə deyim, 100 mindən aşağı Bakıda ev yoxdur. Kim deyirsə, məsələn, Zabrat filan o başqa. Məsələn, bunların tikdiyi evlərin Şərul İsfəndiyardan gedin, 100 mindən aşağı ev yoxdur. Mümkün deyil də, yəni aşağı yuxarı. Ən ucuz versə 2000-ə versə kvadratını, 50 kvadratdan balaca ev yoxdur ki. 100 min, 3000 ev verib bu. 100 mini 3000'ə vuranda nə qədər eləyir? Mən sizə deyim, 300 milyon manat pul eləyir. Yəni biraz da hələ indi evlərin o sahələrini filan eləsə yarım milyard manatdan söhbət gedir. Adam deyir ki, getdim gördüm nazir oturub o nazirlə icra başçısı filan. Mənə dedilər ala bunu sən. Bu nədir bu? Bu Amma olub belə çıxır. Olubsa, məncə olubsa belə şey ola bilməz. Necə ola bilər? Yəni bax, mənim tikinti şirkətim var. Mən ziyan görmüş vətəndaşlara qoy dövlət mənə sifariş versin. 300 milyonu indi bu havaya verməyib ki dövlətə. Əvəzində torpaq alıb, imtiyaz alıb filan alıb. Düzdür ya? Dövlət satın almalarda da qanuna görə tenderlər elan olunmalıdır. Bəlli bir məbləği keçəndən sonra tender elan eləməlidirlər. Məsəl üçün, Azərbaycan Respublikası 3000 zərər çəkmiş vətəndaşa ev verməklə bağlı tender elan edir. Evin qiyməti bu, tenderə bu, kim iştirak eləmək buyursun gəlsin. Qoy bütün şirkətlər iştirak eləsin, şəffaf şəkildə tender. Yoxsa mən getdim, aldım 3000, indi gəlirlər üstümə, mən hamıya ev verirəm. Elə bil ki, bu Zeynalabdin Tağıyev zaddır. Nə filan 5000. Ya bu hər bəndində, hər maddəsində ağzından çıxan sözündə bu cinayət işi. Bax, mən şəxsən bir müxalifət partiya rəhbəri kimi bu məsələ ilə Respublika Prokurorluğunun da, Daxili İşlər Nazirliyində, İqtisadiyyat Nazirliyində bir hesabat verməyən və yaxud araşdırma aparmağını tələb edir. Çıxsınlar ya təqzib elə, adam nazirlərin adını çəkdi. Nazirə filan naziri, filan naziri. O nazirliklər mövqe bildirməlidir ki, bu şey yalandır, belə bir şey olmayıb, adam uydurur və yaxud da həqiqətdirsə izahat verilməlidir ki, necə ola bilər? Məhkəmə var, dövlət var, düzdür. Biz bir dənə gedirsən ki, mətbəxdə bu qaz plitəsinin yerini dəyişməyə 50 dənə dövlətdən, orqandan adam gəlir. Necə sən 3000 ev ver, get şəhər sən 3000 ev ver, biz də filan yerdə qaçqınlar çıxardanda evləri sənə verəcəyik filan. Bu nə yanaşmadır? Bu mülkiyyət dövlətindir, xalqındır, millətindir. Bu heç kimin şəxsi mülkiyyət deyil axı. Bu bir. Sonra çıxıb deyir ki, mənim oğlum deyir şeydir da, deyir getdi diplomunu pulu. Ondan sonra bir dənə də müsahibə verib. Deyir, mən dedim indi hamı elə bilir ki, şeydir də, hamı gəlib rüşvət verirdi da, deyir bu San Marino var. Əkrəm İmamoğlu'nun diplomu 30 il sonra ləğv olundu. Bunun da oğlu da ləğv olunsun. Belə, bax, bu bilirsiniz, hüquqi dövlət budur. Hüquqi dövlət hüquqla işləməlidir. Yoxsa hamımız bilirik, belədir, heç nə əsas verməli deyil. Əsas qazandırmalıdır, bəraət verməlidir. Hamımız bilirik də rüşvət var. Onda gedək qanunsuzluq eləyək. Hamımız bilirik də rüşvət verib, məsələn, cinayəti bağlama filan beşməkan olur, onda gedək cinayət belə olmalı deyil axı bu yanaşma. Yəni, sonra durur deyir ki, məscidləri bağlayaram, kreslosunun arxasında Allah sözü qoy. Adama deyərlər, siz bilsən arxanda qoydu onu söz, kəlamda. Məscid, yerindən duran da belə. Həccə getməkdənsə getsin tələbə oxutsun. Məscid tikməkdənsə məktəb tiksin. Qardaşım, mən də deyirəm, sən bina tikməkdənsə məktəb tik. Düzdür ya yox. Gedib pul qazanmaqdansa, oğlun Lamborghini almaqdansa yetimxanalara pul ver. Düzdür ya yox. Gedib oğlunun bir restoranı bağlayıb orada belə deyək də dırnaqarası əyləncəyə sərf elədiyi pulu apar qazilərə ver. Düzdür ya yox. Geyindiyin o köynək var, zövqsüz köynək. 500-600 min indi nə qədərdir qiyməti məsəl üçün də indi ən azı nə qədərsə. Onu apar bir kasıb ailəyə ver də. Nədə bu düşmüsən dinin üstünə? Məsələn, onun özünün də bütün məscidlər bax, bu dini ekstremizmdir. Dinlər arası münaqişə salmaqdır. Bu elmlə dini qarşı-qarşıya qoymaqdır. Bəziləri də durur deyir, hə də düz deyir də. Nəyi düz deyir qardaş? Bəyəm din elmin əleyhinədir, elm dinin əleyhinədir. Yəni insan həm savadlı, həm ağıllı, həm vicdanlı ola bilməz. Düzdür ya yox? Belə
Ya vicdanlı olacaqsan, ya pullu olacaqsan. Da məsələn bu vicdanlı və pullu olmaq olmaz. Əxlaqlı və elmli olmaq olmaz. Məsələn mən buradan deyim, indi İsfəndiyar müəllim bilməz. İndi yəqin onların əslində ən savadlı onun nəvəsidir deyir. O da deyəsən Word işlədə bilir. O ən savadlıları odur. Deyir ki, şeydir nəvəm, mən deyim bilsin. Almaniyada Yəhudi soyqırımını eləmək üçün qaz kameraları düzəldənlər, sonra bax o insanların, uşaqların diri-diri üzərlərində tibbi ekspertizaları aparanlar, onların güllələyənlər, yandıranların böyük əksəriyyəti alim idilər. Professor idilər, qaz kameraları düzəldirdilər, filan edirlər, elmi texnoloji, tibbi sahədə nə qədər, amma əxlaqları yox idi. Dini yox idi deyə baxın. Ona görə deyir, alim olmaq asandır da adam olmaq. Bu bir şey öyrənib. Alimlər təhsil, mən təhsil, nə təhsil? Vicdan olmayan yerdə təhsil olar. Birinci vicdan gəlir, sonra təhsil gəlir. Yoxsa təhsilli o qədər dələduzlar var ki, mən sizə 50 dənə diplomu olan xalqı talayan, xalqı soyan minlərlə məmur göstərərəm mən sizə. Yəni ona görə də belə götürəndə də deyir mənim savadım olmayıb filan. Zeynalabdin Tağıyevin də savadı olmayıb da, düzdür ya yox. Zeynalabdin Tağıyevin bax qoyduğu işlər, elədiyi işlər. Zeynalabdin Tağıyev ceb deməyib, gəlin bu təzə pirməçisini sökək, burada qızlar məktəbi tikək. Öz qızlar məktəbdə tikib, teatrda tikib, filarmoniyada tikib, küçədə salıb, Bakıya su da çəkdirib, hə? Və heç kimə də minnət qoymayıb. Və heç də deməyib ki, mən su çəkdirəcəm Bakıya, əvəzində mənə şey versin, imtiyaz versinlər, qaçqınları, oradan da qaçqınları deyir, köçürtmürlər, mən orada evimi tikim, binamı sal. Gət deyir ki, sual verirlər ki, sən varırsan, yoxsa Mübariz Mənsimov. İndi mən Mübariz Mənsimov münasibət hərədə bir cür ola bilər. Amma Mübariz Mənsimov pis yaxşı biz bilirik, burada neft şirkətindən tankerlər, gəmilər daşıb. Deyir, o mənim oğlumla şey ola bilər. Hansı oğlumla diplomu rüşvətlə alan oğlumla yarışa bilər. Mən o qədər milyonçuyam. Yəni o kimdir mənlə yarışsın? Başa düşdü eşq oldu. Söz gəl burada sizə deyim mənim 2 milyon pulum var. 10 dəqiqə ondan qabaq deyir, hə 2 dənə də Lamborghini alıblar. Mən o evlərimin sayını da bilmirəm. Mən biraz təəccübləndim o Lamborghini sözünü necə tələffüz elədi. O da başqa bir şeydir. Yəni mən bilirsiniz də Lamborghini, Ferrari şirkətləri biləndə ki, belə adamlar alır olan məsələn, bunlara qadağa qoyurlar. Ciddi deyirəm. Yəni o brendi aşağı salmasın deyə, brendin səviyyəsini salmasın deyə. Məsələn mən Ferrari görsəm ki, Şərul Səndiyar Ferrari sürür, Ferrari gözümdən düşər. Şəxsən ciddi deyirəm və Ferrari falan onlar o brendi qorumaq üçün mən Lamborghini zad bilsə ki, bunun oğlanları alır o Lamborghini. Görməmişliyin dərəcəsində var. Bakıda tıxac əlindən tərpənmə 70-dən yuxarı sən Lamborghini ilə hara gedirsən görməmiş. Hə? Yəni bilirsiniz pulun var deyə hər şey deyə bilmərəm. İnsan əxlaqınla, vicdanınla, tərbiyəsindən, hə, mərhəmətinlə sevilə. Bu boyda pulu və məni aldadırmış da. Bütün qovum əqrabaları da dələduz çıxdı. Gördünüz oturdu bir saat burada bütün ətraf yeznə, bal, hamını dələduz elədi. Hamı bunu atırmış. Amma inandırıcıdır. Savadı olmayan adamı aldatmaq asandır. Adam bilmirsə, hərfləri tanınmırsa, yox, dəftər kitabdan başı çıxmırsa. Vay. Yəni nə mən, cahil insanı aldatmaq asandır. O mən də deyirəm. Xanım, nə cahil, o bilsiz nə qədər şey, yəni deyir elmli var, helimli var. Görmüsünüz, mən pul qazanmaq üzrə istedaddayım. Getdim pul verdim rüşvət. Nə yaxşı savadsızdır ki, proravlığa rüşvət verib orada oturacaq qədər baş işləyir. Yəni hərfləri öyrənmək o qədər çətindir. Yəni nədir ki, indi hərf öyrənmək? Yəni danışır da bilsiz, insanları ələ salırlar. Biz bundan qabaq da xatırlayırsınız biri var idi, Xəzər dənizində ada tikirdi. Eyni kafadırlar, eyni yanaşmadır. İndi sadəcə onun qardaşı nazir idi, filan idi. Hə, sonra da çıxdı dedi ki, mənim dövlətə 1 qəpik də borcum yoxdur. Sən dövlətdən aldın kreditləri, apardın, batırdın milyardlarla Xəzər dənizində. Sonra da çıxdın özünü bankrot elan elədin, insanların milyardları batdı. Sizin bizim milyardlar və devalvasiyalara getdi. Hə, bunlar budur. Bakını bu günə qoy. Çıxın görün Bakı nə gündədir. Nə dayanacağı var, nə parkı var, nə var. Bunlara görə. Hə, bu yaxşı öz deyir cahiləm. Cahil necə şəhər salmada iştirak edə bilər? Hə, Bakı biz deyirik ki, nə bilim belədir, Dubaydır, Orta Asiyanın yaxın şəhərindən nəyinsə Dubayı, düzdür Qafqazın Dubayı. Hə, bunun saldığı Dubayın başına daş düşsün deməyim mən. Ya bu adam deyir mən oxuma yazma bilmirəm. Buna tender verən kimdir? Baxın mən ona görə deyirəm, biraz da günah bizdədir. Mən bir daha çağırış almayın bunların evlərini. Ümumiyyətlə Bakıda baxın 1 il ev almasın heç kim. Qoy düşsün evlərin qiyməti. Bu nədir? Bu nağıldan mən bizə deyir ki, yəqin ki o sizdə buradan elan edəndən sonra ki kimdən şikayəti var. Mən əminəm ki sizin redaksiyaya zənglər yığılıb. Bütün gün cəmaət video çəkir. Dünən bir də çəkmişdi, başına su damırdı. Deyir bu da Şərul İsfəndiyarın tikdiyi ev.
Gəl danış da, gəl çıxış elə də.